Axşamınız xeyir olsun, əziz və dəyərli izləyicilər. MTV kanalındayıq. Geriyə baxanda efirdədir. Çox dəyərli bir qonağım var. Xalqımızın sevimlisi, sevimli aktrisası Kübra xanım Əliyevadır. Bugün studiyamızın dəyərli qonağı. Çox böyük sevinc içindəyəm. Sizi özəl çox istəyirəm. Siz çox gözəl sənətkarsınız. Təşəkkür edirəm. Bəlkə görüşümüz uzun müddətdən sonra oldu. Çox. Qismət bugünəymiş. Gecdə olsa olduq. Necəsiz? Səhhətiniz necədir? Təşəkkür edirəm. Yaxşıyam, yaxşı olmağa çalışıram. Pis deyiləm, Allaha şükür. Bugünə də şükür, çox şükür. Sən də verilişini təbrik edirəm. Çox sağ olun. Çox gözəl qonaqların olur. Baxıram, xoşuma gəlir. Bilirsən qızım, vaxt eləmək olmur. Mən bir-iki kanala gedirəm ekspert kimi. Qalan günlərdə ailədə, evdə, nəvə, nəticə, bunlar hamısı, nə bilim, əl çəkmirəm onlardan. Onlar mən əl çəksə də mən onlardan əl çəkmirəm. Bərabər yaşayırsınız, elə mi? Yox, heç kimlə yaşamıram. Mən tək yaşayıram indi. Hamısına Allah'a şükür özlərinin evi eşiyi. Amma yenə nənə, böyük nənə fəaliyyətdədir onlar üçün. Müəyyən yaşdan sonra adam tək yaşamaq istəyir. Artıq elə bir ki, adam səs götürə bilmir. Bilmirəm, bu sizdə də belədir, yoxsa yox? Adam bir elə bir ki, öz huzurunu belə tapır. Bəli, bəzi adamlar var ki, deyir ki, təkəm, tək qalmaq istəyirəm. Yox, məni tək qoymurlar. Hər zaman yanımdadılar. Oğlum yanımdadır, yaxında olur. Bu yaxınlarda daşındı, mənlə qalırdı. Amma mənim evim həmişə qonaqlı olub, qonaq sevərəm. Qonaq da gələndə evimdə huzur tapır. Elə bahalı evim yoxdur, sadə bir evim var. Ancaq çox böyük ürəyim var. Bəli. Qonaq sevər ürəyim var. Qonaq gələndə elə bilirəm ki, evimə nur gəlir, çıraq gəlir, işıq gəlir, hava gəlir. İnsanın evinə qonaq gələndə fərəhlənir. Mən də fərəhlənirəm. Hər şeyin zəkatı var, evin də zəkatı qonaqdır. Bəli, bəli qızım, əlbəttə. Gələcək qonağım da qalmadı. Yəni, bilirsiniz, qızım, nə deyəcəm? Əgər rəfiqə olacaqsansa, bunu gənc yaşında tapmalısan. Gənclikdə, mən də gənclikdə biz 3 rəfiqə idik. Artıq onları qaybetdim. Biri Kanadada, Rəna xanım rəhmətə getdi. Biri də 55 illik rəfiqəm Azə xanım. 4 ay bundan qabaq onu itirdim. 71-ci ildən ondan rəfiqəlik eləyirəm. Amma indi bilirsən, bacım var Bakıda, bacımın qızı var, bacımın qızları var. Yəni, indi rəfiqələrim onlardır, yəni onların balalarıdır. Uşaqlar məni çox sevər, mən də uşaqları çox sevirəm. Hətta bu yaxında biz bir dənə görüşə getmişdik. Mən bilmirəm onların adını necə deyim. Əqli qüsurlu uşaqların mahnı müsabiqəsində qalibləri çıxışına dəvət elədilər. Orada bizim millət vəkillərimiz var idi, möhtərəm qonaqlarımız var idi. Oradan çıxandan sonra məni bir həkim, Həmidə xanımla məni evinə apardı. Fidan xanım, onun evinə getdik. Onun bir dənə balaca oğlu vardı, Onur. Allah, bu Onurla biz bir oyunlar çıxartdıq. Bu məni aparır otağına, yatağını göstərir, oyuncaqlarını göstərir. Mənə deyir, oynayaq. 2 dəqiqədən bir gəlir, deyir, oynayaq. Dedim, baş üstə, oynayaq. Yəni, həkim xanım deyir ki, ay Kübra xanım, mənim anam dünyanı yaradır bunun üçün. Bu necə sizə istəyirdim, bu nədir ki, mənim bütün bacımın nəvələri məni öz nənələrindən çox istəyirlər. Mən uşaq istəyənəm. Yəni, indi də necə deyərlər, o zaten söz olmasın, qurdumu onlarla öldürürəm. Gedirəm, məsələn, dünən bacımın nəvələrinin yanına getdim. Hətta bacım qızı onu qoyub, ad günlər olmuşdu, getməmişdim, vaxtım olmamışdı. Dünən gedib onları təbrik eləmişəm. Bu mənim bir borcumdur, yəni onları sevmək, əzizləmək. Nə bilim, bir ağbiçək nənə kimi mənim elə bilirəm boynumun yüküdür.
Allah sizə sağlam və uzun ömür versin. Təşəkkür edirəm. Kübra xanım, uşaqlar o qədər mələkdirlər ki, onlar hiss eləyirlər, həssasdırlar. Bəs nə? Onlar o sevgini hiss eləyirlər. Hiss eləməsələr o insana heç cür yaxınlaşmırlar. Ona görə o sevgini siz ötürürsünüz ki, uşaqlar sizi çox sevir. Rəfiqələrinizdən danışdınız, uzun illərin rəfiqəsi olub. Amma indi rəfiqəlik də çox qısa sürür elə bil ki. Yox, bizdə qısa sürmədi. Nədir səbəb? Yox, bax, indi yenə də rəfiqəm var. Məsələn, deyəcəm, 79-cu ildə bir Seda xanımla tanış olmuşam. Bugünə qədər onunla da bacı kimiyəm. Amma o iki rəfiqəm mənim çətin günlərimin rəfiqəsi idi. Yəni, bilirsiniz... Lap doğmaydı. Lap, hə, artıq elə mənlə kim əgər yaxındırsa, bir evliyəmsə, o mənim bacım sayılır. Əgər onun evinə mən gedirəm, o mənim evimə gəlirsə, bu deməli bacıyıq. Bilirsən, qızım, rəfiqə olmaq üçün can yandırmalısan. Fədakar olmalısan. Fədakar olmalısan. Ona zaman lazımdır. Onun dərdi sənin dərdin olmalıdır. Onun sevinci sənin sevincin olmalıdır. Əgər onun barmağına bir dənə iynə batıbsa, o sənin də barmağına batmalıdır. Rəfiqə demək bu deməkdir. Mən indi bundan sonra kimdən rəfiqə olum? Məsələn, mənim yaşımda adamların xarakterini öyrənənə qədər, onların içini, dışını bilənə qədər, mən insanı tanıyanam. Amma rəfiqəliyə də vaxt lazımdır. Necə bir evladı böyüdürsən, düzdürmü qızım? Bəli. Elə bir günə ki, arkadaşlığı da, rəfiqəliyi də elə böyüdürsən. Səmimi olursan, bir evli olursan, dərdi sərvi bölürsən, başa düşdünmü? Bu belə olmalıdır. Bir dənə də mənim 80 yaşlı padurqam var. O da o padurqalarımın yaxınıdır. O mənə hədiyyə qalıb, Ema xanım. Hərdən yox, həmişə gedirəm, ona dəyirəm. Biraz da ona sazda, ona can sağlıq arzulayıram. İnanın, qonşuları deyirlər ki, Kübra xanım, biz sizə mətəl qalmışıq, siz hər həftə gəlirsiniz, Ema xanımı yoxluyursunuz. Yoxlamalıyam. Hətta evdən o xəstələnmişdi, bizim dədə-baba bir xörəyimiz var. Əvvəlikli isti deyirik biz ona. Biz əvvəlikli umac deyirik. Umacla eləyirəm onu. Umacla eləyirəm, amma balaca xırda lobiya ilə zadla. O xəstəliyi tez götürür də, o elə bir antibiotik kimidir. Bir qazan pişirib götürüb aparmışam ona. Yəni mən belə, rəfiq oldum, bu olmalısan. Bəli. Kübra xanım, uzun illər oldu teatrdan yollarınızı ayırdınız. Ayırdım, hə. Neçə il olur? Deyim, tam-tamına 15 ilə yaxındır. Mən 60 yaşında ayrıldım teatrdan. Mən bir də Zərnigar Atakişiyeva. İkimiz bir yerdə çıxdıq oradan. Biraz incidik. Bilirsən, belə, nə bilim, olmadı da, belə xətrimə dəydi. Teatrımıza yeni bir direktor gəldi. Bütün hamını işdən çıxartdı. O dedi o, A-dan Z-yə qədər. Hətta süpürgəçilərə, kostyumerlərə qədər hamını çıxartdı ki, mən təzdən yığacam. Təzdən də gələndə içəri buraxmırlar. Qapının ağzında bir kağız verdilər ki, ərzə yazın, sizi əf eləyiblər, təzdən qayıdır. Zarafat elədi. Mən də dedim, mən əf eləyəcək bir şey yoxdur. Ondan da qutardım, çıxdım, getdim. Amma yaxşı ki, çıxdım teatrdan. Mən teatrdan çıxmasaydım, bu gün mən həyatda olmazdım. Çünki məni ağır xəstəliklər gözləyirmiş. Onkoloji xəstəliklər, ikisi birdən. Bugün 15 ildir onlara qalib gəlib yaşayıram. Əlbəttə, buradan bizim milli onkologiya, məni bu həyata bəxş eləyən həkimlərimə, o cümlədən Cəmil Əliyevə səmimi qəlbdən təşəkkür edirəm. Ümumiyyətlə, sənət adamları Allah heç kimə xəstəlik göstərməsin. İndi özünüz bilirsiniz ki, onkoloji xəstələrimiz bizim sənət adamlarının arasında da var, olub və bundan sonra da olacaq. Büyünün bəlasıdır, bu günün bəlasıdır. Yaxşı ki, çıxdım teatrdan. Çıxmasaydım, teatr elə bir şeydir ki, bax, bilirsən, bizim gedirsən oradan çıxa bilmirsən. O inciyib çıxmağın, mən deyirəm ki, Rəbbim məni sevirmiş. Sevirmiş ki, məni məcbur elədi ki, çıx oradan. Çıx və get Türkiyədə yoxlan. Getdim və orada qızım məni həkimə apardı və dedilər ki, bəs belə bir fəlakət oldu. Ağrıyırdınız yoxsa ağrımırdınız? Heç, yox, ürəyim sıxılırdı. Ürəyim sıxılırdı. Sonra mən
bizim kanalların birində xanımlarımıza müraciət elədim. Öz həkimlərimdən də biraz incidim. Söylədim ki, Türkiyədə adamın dişi ağrıyır, deyirlər ged onkologiyada yoxlan, sonra gəl. Bilirsən, 2 il sərasər ürəyim ağrıyır deyə ürək həkimlərində gəzdim, aparatlarla gəzdim, nə bilim, yoxlayırlar, ürək dərmanları içirəm. Amma sən demə, məndə şeydir, onkoloji sol ürəyimin üstündə türklər demiş, məmə qansəri olmuşam. 2 yerə də metastaz vermişdi, yaxşı ki, daxilə verməmişdi. Və burada onu əməliyyat eləyən həkim, əlləri var olsun, bilmirəm adını çəkə bilərəm mi? Çəkin. Məni Mamuka Mamedov, bizim görkəmli məmologumuz əməliyyat elədi. Orada Zavadileniya Samir doktor idi o vaxtı. İnanın, onu da gərək elə eləyəsən ki, onun bir dənə dırnağı belə qalmasın. Qalarsa o artırır. Siz bilirsiniz ki, o çox fəlakət bir şeydir. Çox şükür, 2 il evdən çıxmadım, 2 il saçlarım özüm qırxdırdım. Çünki mən orada gedəndə gördüm ki, özü töküləndə saçın dəri çox pis olur. Çağırdım, evdə saçımı kəstirdim dibdən. Belə qarşıladım. 2 ildən sonra şəklimi qoydum Instagrama. Hələ var orada da. Belə. O saat zəng elədi jurnalistlər ki, Kübra xanım hansı kinoya çəkilirsiniz? Dedim ki, bu Kübra xanımın həyat filmidir. O vaxta qədər heç kim bilmirdi. Yox, mən orada da xahiş elədim ki, heç bir jurnalistə məlumat verməyin ki, mən burada yatıram. Çox yatdım orada, məni çox qulluq elədilər. Birinci əməliyyat, sonra ikinci əməliyyat, o da çəkdi mənə 2. Hardasa mən onu deyim ki, Yaşar Nuri rəhmətə gedəndə mən ximiyadan çıxıb getmişdim ora, evlərinə. Xanımı, məni Rəhmə xanım qoymadı. Özü gözü yaşlı da olsa, özü bilirdi mən nə vəziyyətdəyəm. O da o həyatı yaşayırdı yoldaşından. Hələ təyyarədə neçə dəfə gedib gələrkən görmüşdüm onları. Kübra xanım, qurban olum, get evə, sağ ol, ayaqların var olsun, sənə belə yerə girmək olmaz. O qədər xoşuma gəldi o qadının o münasibəti mənə. Bax elə. Kübra xanım həmişə formada, səhnədə olan bir insan, aynanın önünə keçdi, özünü o vəziyyətdə gördü. Necə barışdınız özünüzlə? Mən bir həftə depressiyada oldum. 7-cə gün. Ayın 20-si yanvarda bildim, 27-si sirkələdim özümü, dedim Kübra özünü ələ aldım. Və olan insanlar da mənə müraciət eləyir, hamısını. Hətta bir rəfiqəmin qızı Almaniyada, yaxınımızda, onun qızı Almaniyada bu xəstəliyə tutuldu və mənə müraciət elədi. Siz inanırsınızmı qızım, mən onu yazılarla, sözlü ona mesaj atırdım. Sonda dedi Kübra xanım, halal olsun sənə. Sən məni qurtardın. Hətta qızım belə dedi evdən qaçır ki, mama, mən sənə baxa bilmirəm, bu nə haldır? Dedim, nə olur? Ölməkdən qorxursan? Bəyəm sən qurtla qiyamətə qalacaqsan, qızım. Ölümün gözünə dik baxsan, ölüm qorxub qaçacaq səndən. Daha nələr deyirdim ona, bilmirəm, bir insan kimi, elə bilirəm ki, mən xanımlara da müraciət elədim ki, bax, əzizlərim, qızlarım, gəlinlərim, baxın, bacılarım, analarım, hər bir şeyə pul tapırsınız. Birinci növbədə canınızı qoruyun. Gedin, 40 yaşından sonra bir dənə memografiya eləyin. Çünki bugünün krip kimi yayılıb bu, yəni. Bunları çox dedim mən televizorda və deyəndən sonra özüm daxı hər ay yoxlamaya gedirəm. Mən mütəmadilə 1 il ora hər ay yoxlamaya gedir, qanımı alırdılar. Sağ olsunlar, gəlməyəndə də məsələn bir gün keçkən kimi də zəng edirlər ki, Kübra xanım, sən bu günləri yoxlamada olmalısan. Nəzarət var. Bax, ora gedəndə gördüm ki, iğnə atsan yerə düşməz. O qədər qadın var orada.
Elə mən öz həkimimin yanına gedənə qədər hamısı məni qucaqlayır ki, Allah səndən razı olsun. Yatmışdıq fil qulağında. Bir də ayrılmışıq, gəlmişik sənin sözündən sonra. Bax deyir bizdə falan yerində, bir deyir falan qadınlıq, məmə, qadınlıq. Yəni bir yerlərdə dedim ağıl eləmisiniz. Özünüzü qoruyun, özünüzə baxın. Bütün xəstəliklər sinirdən yaranır, Düz. əsəbdən yaranır. Çox Sizin düz də, dedin qızım. bəli, sizin də həyatınızda qırıq taleylər olub, yaşadığınız çox ağır acılar Bəli, olub. elə ondan. Ancaq stressdən. Yediyimizlə bərabər stress də insana bütün bəlaları gətirir. Gərək biraz mən çox ağıllandım sonra və indi də gənclərə də deyirəm, bax gəncsiniz, hər şeyə sinirlənməyin. Hər gecənin bir gündüzü var. Başa düşürəm, həyatdır. Demək olmur, həyat gülü-gülcan deyil ki. Hərənin bir problemi var, bir dərdi var. Dərd deməyim də, dərd yəni odur ki, bir düyünü var, yəni bunu istəyir açsın, ya uşağı üçün, evi üçün, yoldaşı üçün, ailəsi üçün çalışır qadınlar, ya elə ərlər, ya oğullar, bilirsən, birinci analar onu düşünür ki, ay Allah, mənim balam bir çörəyə çatsın, bir ev eşiyi olsun, rahat olum, mən də bir o xayk deyim, bax bunu bütün valideynlər istəyir. Amma bu olmayanda valideyn stres keçirdir, yaxud Allah eləməsin, bir uşaq görürsən ki, yolunda olmur, o anıya nə stresdir, onu mən yaşamışam. O ağır bir şeydir, onu yaşamaq, heç bir anıya Allah qismət eləməsin, çox ağırdır o. Onu yaşamaq da ağırdır. Onlar hamısı stresdir, gəlir insanın bədəninə, bütün əzələlərin, dırnağın ucundan, ayağının dırnağın ucuna qədər titriyir balan üçün, evin üçün. Həyatdır, ona görə o streslərdən insan, düz deyirsən qızım, adam xəstəlik tapır. Bir dəfə siz mənim qonağım idiniz. Dedim ki, Kübra xanım, necə ola bilər ki, sizin oğlunuzun biri belə olub, biri amma fərqlidirlər. Onda oğlunuz yaşayırdı. Dediniz ki, axı mən dedim, ola bilərmi ki, siz teatrda olmusunuz, başınız daha çox səhnəyə qarışıb, nəzarətsiz buraxmısınız. Mən də o zaman çox təcrübəsiz idim, bu sualı vermişdim sizə və siz dediniz ki, ay qızım dedin, o oğlu da mən böyütmüşəm, bu oğlu da mən böyütmüşəm. İkisini də tərbiyəni mən vermişəm. O mənim o qədər yadımda qalıb ki, yəni... Qızımın 59 yaşı var. Bu günə qədər o mənim qabağımda bir damcı, bir belə səsini qaldırmayıb. Ən kiçik oğlum Ayaz, Allah hamının balasını saxlasın. İndi mən qalxanda ondan danışırdım, deyir ki, dedim bir nəzim biraz narahat istəyirəm, deyim ama səni gətirəcəm bağa, qutardı ye, bir həftə burada istirahət elə. Telefon, internet, amma maşın açarını da alacaq əlindən. O biraz ərköyündür məsələn, bunu mənə deyir. Rəhmətə gedən oğlum isə 46 yaşında dünyasını dəyişdi. Allah rəhmət etsin. Bir dəfə demədi, mama. O qədər sayğılı uşaq idi. Bilirsən, onu o sadəlövlüyündən, o gözəl qəlbliyindən biraz qəddar olasan gərək həyatda. Dost seçəndə gərək layiqli dost seçəsən. Bayaq dedim, rəfiqə olmaq, dost olmaq üçün vaxt lazımdır. O da gənc idi, dostunu bilmədi, kimlə dostluq eləməyini bilmədi. Mən ona çox dedim, eşitmədi. Amma inanırsınız, Allah rəhmət eləsin ona. Çox gözəl oğlan idi. Onu kim tanıyırdısa, ya içəridə olarkən, ya dışarıda olarkən, hamı Rafa sayğı ilə, bugün də sayğı ilə anırlar. Və deyirlər, hayf ondan, çox hayf. Əvvəla çox gözəl oğlan idi. Allah balasını saxlasın, onun bir dənə balası var. Ağali balam, bu il əskərdir. Sağ-salamat dönsün evinə Allah inşallah. bütün əskərlərimizi qorusun. İçində də mənim nəvəmi, sevə-sevə gedib əskər. Özdə inan ki, elə bir günə ki, qaçırdı. Var bir dənə, niyə aparmırlar, ay nənə, axır ki, getdi. Sağ-salamatlıqla
Yaxşıdır, sevə-sevə də əsgərliyini yapır. Kübra xanım, oğlunuzun canınız ağrımasın. Oğlunuzun pis vərdişini nə zaman öyrəndiniz və reaksiyanız necə oldu? Xatırlayırsınızmı? Mən ümumiyyətlə bizim nəslimizdə belə şey yoxdur axı. O ağır bir şeydir. Nə bilim valla öyrəndim amma o günü mən nə hala düşdüm, onu mən bilirəm ki, mən necə bağırdım. Neysə, mümkün deyil qızım. O yoldan geri dönmək mümkün deyil. İndi reabilitasiya mərkəzləri açılıb, düzdürmü? Bəli, bəli. Bəlkə də o vaxt bunlar olsaydı, mən də qurtarardım balamı. Amma mən çox dua eləyirəm o reabilitasiya mərkəzi açan oğlanlara. Çox balalarımızı bu bəladan qurtarır. Amma bir şərtlə orada qalıb çalışırlar. Hətta 2 dənə qız gəlmişdi proqramların birinə. Yüksək də maaş verirlər onlara, orada da çalışırlar. Və azad olublar ondan. Öyle dışarı çıxmasın, elə orada qalsınlar. Sağalıblar. Çox. Neçə adam dua eləyir o gənclərə ki, o yerləri açırlar. Kübra xanım, hansı rolu oynamaq istəyərdiniz, ürəyinizdən Mən? keçir? Hə. Qızım, valla bugün heç nə oynamaq istəmirəm. Çünki mən 15 ildir teatrdan ayrılmışam. Məni filmlərə də dəvət eləyirlər, tamaşaya da, hətta çox böyük bir rol, əsər göndərdilər mənə. Başqa şəhərdə. Yəni Azərbaycandan. Bəli. Mən baxdım və o rejissora söylədim ki, oğlum, bax bu qadın dik davan ayaqqabıda nə qədər hərəkət eləyir. Mən bunu görürəm də, səhnəni oxuyanda əsəri mən gördüm. Dedim, mən bunu bacarmaram. Həqiqətən bacarmaram. Mən artıq bunları giyinmirəm. Mən çox çivət giyinirəm, çox rahat ayaqqabılar giyinirəm ki, mən yıxılmayayım. Mən belə ayaqqabıda 2 dəfə çox pis yıxıldım. Çox pis, hər 2 qollarım qalxmır. Buradan damarlarıma da ziyan oldu. Ona görə mən oynamaq istəsəm də oynaya bilmərəm. Bu artıq qutardı. Mən 15 ildən sonra bu yaxında dramaya getdim. Keçən həftə Cəfər Namiq Kəmalın 75 illiyinə. Qoqolun revizorunu oynuyordu. Getdim ona baxdım və səhnəyə çıxdım. İnan ki, aktrisalar, aktyorlar hamısı bir-birimizi sarılmışıq, qucaqlaşmışıq belə. Sevirəm aktyorluğu da, teatrı da. Hərdən yuxuda elə bir ki, səhnədəyəm, oynadığım tamaşalar oynuyorum. Amma yaş öz işini görür, düzdür. Bəlkə də sağlam kimi qalsaydım teatrdan çıxmazdım, yenə də işləyərdim. Bəlkə də indi o əvvəlki bu kimyalar zatlar insanı çox zəiflədir. Bunlar olmasa qızım, bəlkə də oynayardım. Bilirsiniz, çətindir. Səhnə demək nə demək, teatr demək nə demək, bilirsiniz, mən məhəllə filmini çəkəndə, hələ teatrdan bax filmə geçim, dəxli yoxdur. Sən teatrda yenə dublör ola bilir. Amma filmdə dublör yoxdur axı, sən davam eləməlisən. Deməli, orada bir səhnə var. Mənim oğlumun əskərdən gələn vaxtıdır. Mən qonaqlıq verirəm evimin qabağında. Tofiqin əskərdən gələn vaxtıdır. Bunu oynayacağıq. Gecə saat 2-də mənə xəbər gəldi ki, mənim böyük qardaşım ata əvəzin dünyasını dəyişir. Düz 24 il bundan qabaq olur bu hadisə, fikirləşdim. Zəng elədim, gecə oyatdım Elçini. Həmidova, Allah məni qədər rəhmət eləsin. Dedim, Elçin, qorxma, elə bir şey olmayıb, mən Gəncəyə gedirəm. Bir gün də saat 1-də biz çəkilişdə olmalıyıq. Bəs Tahir İmanova deyir ki, bəs belə-belə Kübra xanımın, bəs Gəncədə rəhmətə gedəni var, gedir. Kim dedim, Vaqif qardaşım. Öz də pis oldu, o bizi çox istəyirdi, mənim ailəmin bir üzvüydü o. Yaxşı. Hayf dedim, mən gedə bilmirəm, dedim, yox. Səhər tezdən bir avtobus tutun, qorxum var, getdik. Və mən
maşın dedim ki qapıda dursun ki mən qardaşımın cənazəsini yola salın. Oturdum yol maşınına gəldim Bakıya. Saat 7-də mən Bakıda idim. Gəldim dedim Elçin, çəkiliş bilirəm, gedir. Özdə şərikli çörək çəkilən məhəllədə çəkilir. Bəli. Elçin dedi ki, sağ olsun Tahir İmanov, Kübra xanım yatsın, dincəlsin, gecə 1-də gəlsin. Başa düşdünüz? O səhnəni gecə 1-ə saldı. Yəni, istəyir nə olur olsun, kimin rəhmətə gedir getsin, sən işində olmalısan. Teatr, kino budur qızım. Biz əzizimizi ola bilsin ki, heç dəfnə də getməyəydim, mən burada belədir, həyatımız budur. Bəli. Sənət belə bir şeydir. Çünki əvəz etmək olmur. Mən Sudaba xalayam, film davam eləyir, mən yerimdə olmalıyam. Bu belədir. Kübra xanım, sənət yoluyla bir insanın ölümsüz olduğuna inanırsınızmı? Sənət yolunda. Bəli, sənət yolu ilə. Sənət yolunda böyük sənətkarlar həqiqətən ölümsüzdür. Onlar həqiqətən ölümsüzdür. Bugün gəlin, biz yadımıza salaq Ələsgər Ələkbərov. O ölməyib. Elə bir böyük dayağa baxanda, filmlərin hamısını demirəm, indi bəlkə də çox filmini görməzlər. Bir oradakı o qalxoz sədri ölümsüzdür. Həsən Turabov ölümsüzdür. Mən indi aktyorlarla Məlik Dadaşov, Leyla Bədərbəyli, Hökümə Qurbanova, Nəsibə Zeynalova, bəyən bunlar ölüblər. Onların cismi gedib, onların ruhları bizləndir. Hər dəfə hicrana baxanda insanlar o Siyavuşu Hacı Babanı, Nəsibə xanımı sevə-sevə baxırlar. İnanırsınız, bu sənət aləmi elədir ki, qızım, mənəm başına dönüm, Əminə xanım, Ətaya xanım. Bu yaxında onun ad günüymüş. Mən də başsağlığı yazdım. Bunları yaddan çıxartmaq olarmı? Lütfəli Abdullayevi. Qızım, bilsən nələr gedib sənətimizdən. Hələ bu ili, bu korona olanda biz çox sənətkarlarımızı itirdik. Elə bir günə ki, süpürgə ilə apardı. Məsələn, müğənnilərimizin çox, Səməd Səmədov, çox adam. Çox aktyorlarımız. Kübra xanım, amma siz də qalacaqsınız tarixdə. Əlbəttə, mən də qalacağam. Mənim elə bir dənə şirbalamı, Allahın olsun, uşaqların da dilində qoyurlar. Hətta bir komediya deyil, onların adətləridir. Tabuta aparanda oynaya aparırlar. Bax, orada şirbalada məndən Hacı Babanın oxumağınla aparırlar. Yəni, xalqımız bizim səsimizi, bizim oyunumuzu sevdiyinə görə onları görürsən sosial şəbəkədə, bir də görürsən ər-arvad özləri eləyirlər bunu. Məsələn, mənim mahnımı qoyurlar. Yəni, bir də görürsən, bir də şirbala, çox yuxarıdan gelirsən, enəcəksən aşağı. Əyağıma düşüb yalvaracaqsan, bax, onda sənin cavab verəcəm. Ya da kişi də deyir, ay səni mənə ürcah eləyən, rəhmətli bibin gör olmuş, belə bir şeylər. Yəni, bilirsiniz, artıq o jargona dönüb xalqımızın dilində və yaxud o biri tamaşalarda. Mənim Qızıl Fondda tamaşalarım var. Məsələn, mən Danabaş kəndinin əhvalatında 3 qadını birdən oynamışam. Vaqif İbrahimoğlu hazırlayırdı onu. Çox gözəl bir tamaşa idi, çox gözəl. Kratex şeyində qoymuşdu Vaqif İbrahimoğlu. Hətta orada bir gün bir şey oldu. Deməli, ictimai baxış, 3 aktrisa dublyoruydu. İctimai baxışı mən oynadım. Premieranda mən oynadım. Və daxili baxışda mən yıxıldım. Rəhmətli Xanlar Muradovla indi Şərəfi oynuyordum. 2 dəqiqə əyilimi dəyişib çıxırdım. Çox gözəl qurmuşdu onu. Həm o 3 dənə qadını aktrisa, bir aktrisa oynuyordu. Mən yıxıldım və onda da cavan idim. İnan, mən qoy belə deyəcəm. Dombalaq açdım, qalxdım ayağa. Bax, belə deyərik də, axı belə fırlanıb, evdə bilmirəm sizə, biz çox uşaq vaxt oynamışıq onu. Onu tullandım, qalxdım ayağa, cımdım bunu yaxasından tutdum. İbrahim, Vaqif müəllim
Allah qəni-qəni rəhmət eləsin. Əvvəla çox talantlı bir rejissor idi. İkinci də çox zarafatçıl idi. Zakir səhnə arxasına gələndə mən dedim, bacarmaram. Bacarmaram. Gördün necə elədin? Əla alındı səndən. Hələ az məşq eləmişik. Bax, bunu mənə deyir. Oradan aktrisa, Allah rəhmət eləsin. Bəs, bunu məndən niyə keçməmişsən? Mən də eləyələm, mən də bacararam. Amma heç o yox idi. Mən orada yıxıldım və o səhnədə o vəziyyətdən çıxdım. Amma o mənim o vəziyyətdən çıxmağımı elə gözəl qarşıladı və o qədər gözəl zarafat elədi. Aktrisa dedi ki, bəs niyə mənə demədim, mən də eləyərdim onu. Kübra xanım, gözəl qadın idiniz. Hər kəsin gözü sizdə idi yəqin ki, maraqlı obrazlarınız olurdu, sevilən aktrisaydınız. Heç mi həmkarlarınızdan sizinlə ailə qurmaq istəyən olmadı, təklif edən olmadı? Yox. Bizim aktyorlarımız teatr aləmində bəlkə də qorxurdular məndən, bilmirəm. Zəhimli idiniz amma, sərt idiniz, sərt görünürdünüz. Vallahi sərt görünürdüm, Allah haqqı sərt deyiləm. O qədər mülayiməm, o qədər yumuşaq xarakterim var, düzdür. Ciddiyəm, çünki oğlağam. Oğlaqlar çox dəqiqdirlər. Sən gördün mən bura gəlməyimə. Mən sizin bu kanala gəlmək üçün evimdən düz 2 saat yarımdan biraz artıq çıxmışam tez. Ancaq 10 dəqiqə, 15 dəqiqə qabaq gəldim, çatdım bura. Mən yolu bilirəm ki, mən gecikə bilərəm. Ona görə özüm hələ 40 il teatrda işlədim, mən bir dəfə məşqə gecikmədim. Bu mənim xarakterimdir. Yox, nə bilim, olmayıb. Heç kim deyə bilməz ki, Kübranı bəlkə də seviblər. Allah canlarına sağlıq versin. Mən də onları sevmişəm. Mən sevmişəm bir aktyor kimi, bir dost kimi. Məsələn, indi də o aktyorları görəndə biz bir-birimizi sinəmizə basırıq. Yəni o qədər səmimi görüşürük, o qədər məsələn istiqamlı. Akademik Milli Dram Teatrına məni İlyas Əfəndiyev dəvət elədi. İlyas Əfəndiyevin Tənha İdə Ağacı tamaşasına dəvət aldım mən Muskomediyadan ki, gəldim bura. İndi bir şey deyəcəm. Dramada, Akademiya Teatrında işləmək bütün aktyorların arzusudur. Bəli. Bütün əyalət teatrlarında çalışan aktyorlar istəyər ki, akademik teatrda bir tamaşa oynasın. Amma ora girib o truppanı, sevimlisi olmaq da çətindir. Amma məni çox səmimi qarşıladılar. Çox da sevdilər. Bax, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, Zemfira Nərimanbəyova, bunlar orada öndə gedən aktrisalar idi. Zərnigar Atakişiyeva ilə ayrı bir məhəbbətimiz vardı bir-birimizə. Mən onu elə 7 noyabr onun ad günüdür, mən onu heç o teatrda işləməyəndə də mən onu təbrik eləyirdim. Safura xanım, Allah qəni-qəni rəhmət eləsin, İbrahimova deyir ki, Kübra xanım, bir dəfə ulu öndərimiz Akademik Milli Dram Teatrında çox aktyorlara ad verdi. Onda da telefon yox idi zəng eləyəsən. Poçta gedib hamısına telegrama vurmuşdum. Yəni bu xırdalıqlar var idi. Bilmirəm, mən ora çox, elə bilmə öz evimdə idim. Elə bildim o qızlar da mənim qızlarımdır, elə bildim yaxınlarımdır. Amma o teatr hamını da qəbul eləmir də. İndi belə, oranın nəsə bir xüsusi bir abu havası var ki. Çətindir orada, işləmək çox çətindir. Mən orada çox Bəsti xanımla çox tərəf müqavilə oldum, Firəngizlə oldum, Zemfira qızım oynadı, neçə tamaşalar oynadım orada. Çox gözəl oldu mənim üçün. Elxan Ağa Hüseynoğlu ilə oynadım, Allah rəhmət eləsin, Dadaşovla, Rafael'la oynadım, Siyavuşla, ən çox Siyavuşla oynuyordum. Telman adı Gözəlovla. Ən gözəl aktyorlarla tərəf müqavilə olmuşsunuz. Bəli, teatrın qaymaqları ilə. Mənim şansım onda oldu ki, mən elə Muskomediya ayağımı qoyanda, mən Sumqayıt teatrında işlədim. Sonra orada, ümumiyyətlə, Sumqayıt teatrından gələn aktyorlar
çox talantlı aktyorlardı. Hacı İsmailov özü bax. Kazım müəllim də orada işləyib. Kazım Abdullayev. Bəli, bəli. Onlar hamı oradan yetişib. Bilirsiniz, mən akademik teatrına gəlirdim. O zaman 71-ci ildə propiskam olmadığına görə Bakıda məni qəbul eləmədilər. Gərək Bakıda qeydiyyatım olaydı. Qeydiyyatım olmadığına görə olmadı. Amma məni nazir müavini dəvət elədi ki, bu saat Sumqayıtda aktris axtarırlar. Qızım, gəl səni ora göndərim. Bir də tez ev alarsan. Bəs harda qeydiyyatdaydınız? Gəncədə. Gəncədə, hə. O zaman indi məsələn Gəncədə yaşayırsan, gəlib burada ev ala bilərsən. Bəli. O kommunist vaxtı elə şey yox idi. Mən Sumqayıta getdim və mən Sumqayıtda Valih Kərimov illərlə mən bəlkə bir dənə tamaşa vardı Xuqayevin, Elbrus evlənir, arvadımın əri. Ondan sonra Muar Bacıyevin duel tamaşasını oynamışam. Mən, Vaqif Şərifov və Valih Kərimov dueldə Nazlını oynamışam. Çox gözəl tamaşa idi, çox. Amma o tamaşaların lent yazıları yoxdur da, Yox, yəqin ki. mənim səhvətim lentdə yoxdur, mənim özümdədir. Onun şəkillərim var amma. Kübra xanım, ruh, bədən, yoxsa ağıl insana həyatda istiqamət verən hansıdır? Bədən adama heç nə vermir. Bədəndən nə gözləyirsən? Bədəni Allah Taala ana bətnindən nətər olmusan, odur. İndi bədən nə deyirlər ona? Bədən gözəlləşmə deyirlər, nə deyirlər? Qızlar eləyir. Bədən şəkilləndirmə. Ay sağ ol. Hə, bədən insana heç nə vermir. İndi bədən mənim bədənimdirsə, ruhum da bədənimin içindədir qızım. Bəli. İnsana ağıl lazımdır. Ağıl da bilirsən, ağıl da qəribədir. Ağıl halda yaranır. Həyatda anadan olursan, yaşadığın, böyüdüyün ailədə nə görürsənsə, bu sənin zəkana yığılır. Ağıl mən onu deyirəm. Ağıl deyirəm, beyin nədir? Beyin bu boyda bir şeydir. Elə deyirlər, beyni işləmir, bunun beyni işləmir. Yox, beyin təki yüklənməsin. Beyni yükləmək lazım deyil. İnsanda o dediyin zəka. Uşaqlıqdan məsələn anadan oldum. Ailədə atamı gördüm, anamı, qardaşlarımı. Biz 9 uşaq olmuşuq, amma 7 uşaq böyümüşük bir yerdə, 4 qardaş, 3 bacı. Yəni məsələn bizim ailəmiz, məsələn o ailədən götürdüyüm, qavradığım, bax bu mənim ağlım. Ağıl deyək də, zəkama gəlir. Sonra məsələn özüm gəldim instituta, məsələn əziyyət çəkdim. Gördüyün əziyyətlər sənə həyat dərsi verir. Bu insanın ağlıdır qızım. İnsan gərək gördüyündən bir nəticə çıxartsın. Ağıl budur. Mənə elə gəlir, bilmirəm, bəlkə səhv dedim. Amma nəticə çıxartma olurmu? Elə insanlar var ki, dəfələrlə səhvi təkrarlayır. Yəni bu alın yazısıdır, yoxsa əslində insanın ağlı yetmir? O xəsiyyətdir. Bəzən görürsən ki, bir adam istəyir birini tərbiyələndirsin, deyir ki, sən Allah onu baş qoşmayın, ona baş qoşmayın. Havayı şeydir, özünüzü yormayın. 7-də nədir, 70-də də odur. Bu budur. Düz deyirlər. Düzəltmək olmur. Mən məsələn, həmişə deyirəm ki, ağıllı olun yaxınlarıma. Son vaxtlar demirəm. Çünki sözümə qulaq asmırlar, gedirlər. Gedəndən sonra deyirlər, gəl mənə kömək elə. Batdım. Əvvəl kömək eləyirdim. İndi deyirəm, mən sağ dedim, getmə ora. Getmə. Çünki bu yol sənin yolun deyil. Bu mənə hardan əmələ gəlib? Bu həyat təcrübəsindən. Başa düşdünüz? Ən böyük müəllim həyatdır. Ay sağ ol, həyat. Mən bayaq dedim, ailə. Bu dəqiqə nə? Ailə, kimin ailəsi varsa, evdə ata, ana, uşaqlarla bir yerdə böyüyürsə, mən onların dünyanın ən xoşbəxt adamı deyirəm. Bugünkü günü. Bugünkü günü qızlarımız da, oğlanlarımız da dözümsüzdülər, dözmürlər. Ailə, gələn kimi gəlin deyir ki, mənim hər şeyim olsun. Ya, olmaz.
İstədin gəldin. Mən bayaq dedim, hər gecənin bir gündüzü var. O gecəni yaşa ki, səhər də gündüzü görəsən. Amma siz də dözməmisiniz də Kübra xanım. Yox, mən dözmüşəm qızım, yox. Məsələn, ikinci həyat yoldaşınızı xəyanətinə görə bağışlamamısınız. Amma elə adamlar var dözüb də o xəyanətə mən ikinci həyat yoldaşımla bax indi də danışıram. Bilirəm, aha. Evimə də gəlir, evinə də gedirəm. Belə məsləhət oldu da qızım. Belə məsləhət oldu. Mən 16 yaşında bir Pioner qəzeti vardı, onda bir hekayə yazmışdım. Elə bir gün öz həyatımı yazmışdım. Mən 14 yaşım vardı onda. Nə hekayəsi idi, maraqlıdır. Mənim öz həyatım. Belə bir hekayə. Onu yadımdadır, yadımdan çıxmayıb, amma istəmirəm danışıb. Elə bir gün öz həyatımı orada yazmışdım mən. Hətta bir rəhmətə gedən məhrəm qardaşım var, dedi ki, mən Kübra bəyiməm, evdə mənə bəyim deyirlər, bəyim yaz. Çox gözəl, görsən nə qədər oxudular, nə qədər məktəbdə səni çağırdı, direktor dedi, nə yaxşı falan. Yazmaqla aram yoxdur, onunla qutardım onu. Yazmaqla, hətta telefonda da bəzən görsən ki, çox yaza bilmirəm. Bir barmaqla yazıram, ona görə o qədər çox hövsələm yoxdur, bir kəlmə deyirəm. O həyat, deməli, Allah Taala mənə yazıb. Mən onu yaşadım. Yaşadım. Evladlarımı atmadım, evladlarımın yanında. Ne deyirəm bayaq sənə ki, nəvələrim var. Bura gələnə qədər nəvəm üçün xörək pişirib aparım evinə qoymuşam, yuxarı açarı var məndə. Dedim, o günkü açarı ver mənə. Gəlmişəm. Bu nə deməkdir? Bu elə böyük bir işdir. Mən elə deyiləm, yox. Bağışlamaq yoxsa unutmaq daha çətindir? Unutmaq olur. İnsan, bilirsən, nə qədər deysən də bağışlayacaqsan. Bağışlamaq yaxşı şeydir. Amma unutma. Bil ki, o sənə xəyanət edibsə, yenə eləyəcək. Unutmaq olmaz. Mən yaxşı ki, mən deyirəm, yaxşı ki, teatrdan ayrıldım. Böyük bir bəladan qutardım. Yaxşı ki, oradan ayrıldım o adamdan. Çox gözəl özümü deyə bilmirəm. O belə çox xırdalıqlardır, mənə də yaraşmaz. O həyat da mənlik deyildi. Deyildi qızım. Sənət adamıydım. Məsələn, qastrola gedirəm. Səhnədə birindən məsələn əl tuturam. Yox, olmaz, olmaz, olmaz. Belə şeyləri dözmək olmur, qızım. Bunları istəmirəm, lap dərinliyinə gedəm. Ona görə heç peşman deyiləm. O peşman olsun, mən peşman deyiləm. O məni qaybetdi. Mən onu. Amma deyirlər, müəyyən yaşdan sonra adamın qulaq yoldaşına ehtiyacı olur. Allah, bilmirəm ki, mən də inşallah belə olmaz. Yox, olsun. Kim istəyir Allah ona qulaq yoldaşı versin? Mənim qulaq yoldaşım Ayazım, Ağəlim, Fərhadım, Pərvizim, Canım, adı Candır, nəticəm də var, bir dənə Can. Allah saxlasın. Aylam, bunlar mənim, hələ xırda-xuruş da var, o tərəf bacımın nəvələri, hamısı mənim qulaq yoldaşlarımdır. İnanın onlar məni tək qoymurlar. Elə hər dəfə, bax, hər gün mənim halımı soruşurlar, xala necəsən, nənə necəsən, hər səhər bax, telefonuma bax, tezdən mənə, nənə sabahın xeyir. Mən də bir dənə sabahın xeyir, bir güllə, çiçəklə göndərirəm onu. Bunun özü qulaq yoldaşıdır. Kübra xanım, sizin üçün tənhalıq bir əksiklikdir, yoxsa bir özgürlük? İnsanın həyatında nə qədər də adam olsa, bəzən insan 100 nəfərin içində də təkdir, ətrafında 100 nəfər olsa. Hə, 100 nəfərin də içində təkdir. O yaxşı xarakter deyil. O yaxşı adam, yaxşı insan deyil o. O içinə qapanmış adam olur o. Sən 100 deməyək, elə lap elə bir məclis olur, görürsən elə belə oturur. Bu nədir? Getdin məclisə gələk qaynayasan, qaçışasan, o məclisə şadlıq verəsən, ora ruh verəsən. İnanırsan, onda bilirsən, həm sənin qiymətin bilinir. Mən qəsdən eləmirəm bunu, mən özüm beləyəm. Bəli. Mən buyam. Allah hamd olsun. Ondan sonra, nə bilim, yox, mən tək deyiləm.
Mən tək deyiləm. Mən tək olsam, deyərəm ki, qızım mən təkəm. Düzdür, evimdə, indi gedəcəm, açacağım, özüm təkəm. Mənim kompüterim var, mənim televizorum var, gecə proqramlarım var, Survivor'ım var, baxıram. Baxırsa, Acunun verilişinə. Bu ildə, o gün 15 ildir baxıram ona. Xəbərlərim var, mən xəbər xəstəsiyəm. Bütün xəbərlər də qutarandan sonra Türkiyənin xəbərlərinə qoyuram, orada gecə onlara baxıram. Rusiyanın xəbərlərinə baxıram, mən baxım xəbər. Xəbərə baxmaq yenilikdir. Gündəlik sənin dünya ilə əlaqən olur. Dünyada nə baş verir, sən onu görürsən. Bu da elə təklik deyil ki. Bəli. Ümumiyyətlə, yaşadıqlarınız həyatda bir qadın olaraq sizə nəyi öyrədi və başqa qadınlara nəyi mesaj olaraq ötürmək istəyirsiniz? Bax, qızım, həyatda çox şey gördüm. Amma çox üzlü insan olmamışam. Cavanlıqda da üzlü qız deyildim mən. Yəni, mən deyən deyildim. Həmişə bu ailəmdən gəlir mənim. Hərdən mənim qızım deyir ki, sən məni belə eləmirsən ki, mən heç səsimi qaldıra bilmirəm, beləyəm. Bizim də ailədə belə idi. Məsələn, mən anamın, atamın qarşısında belə, hamımız, bütün evlatlar belə idik. Həyatda da yerimi bilirdim. İndiki gənclərdə istəsən də, desən də, məsələn, mən götürdüyüm təcrübədən bir gəncə desəm ki, ya, məsələn, teatrda, gedək teatra, hələ yan yörəmi qoyum qırağa. Bəli. Desəm bir gəncə ki, böyük aktyorlar girəndə ayağa qalxın. Heç qalxmasaz da bir eləyin də, yəni, bir ıqq eləyin ki, yəni, saygım var sizə. Yoxdur. Məsələn, elə bir gəncdir, qadındır. Mənə deyir ki, Kübra xanım, məni sevən var. Deyirəm, hə, lap yaxşı. Məsələn, məsləhət alır məndən. Gedirəm, deyirəm, daha yaxşı, xoşbaxt ol da, daha yaxşı, filan. Məsələn, səhər gəlib deyirəm ki, etmə. Deyir, niyə? Dünən dedim, sev. Amma sev, hələ yoxla. Bax, gör sən onunla yaşaya biləcəksənmi? Tələsmə. Məncə sən onunla yaşaya bilməyəcəksən. Çünki qarşı tərəfdəki insanını mənə anladıb. Bax, mən ona o məsləhəti verirəm. Üstdən bir həftə keçir, mənim qucaqlayır, öpürdür. Ay, nə düz dedi. Həqiqətən yola gedə bilməzdim. Bunlar mənə həyat təcrübəsidir, qızım. Məsələn, bir qadınla söhbət edeyim, bir gənclərlə söhbət edeyim. Mənim bu yaxınlarda da görüşüm oldu, Asam xidmətdə. Bəlkə də bir 400 gənc vardı orada, könüllülər məni görüşə dəvət edirdi. Sevə-sevə getdim. Haradasa bir 3 saat heç qutarmırlar, əl çəkmirdilər, Allah haqqı. Daha görüşdük, sonra da çay içdik onlarla. Yəni, o gənclərə mən çox söz dedim. Bax, qızlara dedim ki, hamısı 16 yaşından 20 yaşına qədər gənc uşaqlardır. Qızlara dedim ki, əziz qızlar, bax, indi bu oğlanlar ailələrindən gəlirlər bura. Ola bilsin, biri içindən sizi sevsin. Sevdi. Səninlə bir dışarı çıxacaq da, indi yəqin ki, buradan ya burada kafedə oturacaqsınız, ya bayırda. Bax, qızım, sən düşünmə ki, oğlan sənə çay alacaq, kofe alacaq, hələ üstündə bir şokolad alacaq. Onun yoxudur. O dedim, evdən gəlib, onun anası cibinə nə qoyub, odur. Sənin anan cibinə nə qoyubsa, bir yerdə. Yalan demirəm ki. Dedim, bax, büyün açıq olun bir-birinizə. Ağıllı məsləhət. Bax, qızlar dedim, siz bu oğlanlarla sevəcəksiniz. Sevməmək mümkündür. Siz od kimi yanırsınız, maşallah. Elə bir lalədirlər qızlar hamısı. Sizi sevəcəklər. Amma oğlanlardan çox şey tələb eləməyin hələ. Ki, ya mənə bunu al, onu. O gedəcək evdə anasından alacaq. Çünki sizi, o da dedim maaş almır, siz də maaş. Siz burada könüllüsünüz. Bax dedim qızlar, mən bu məsləhəti verdim.
bu mənim həyat təcrübəmdən gənclərə ötürdüyüm bir istilikdir. Yəni onlara gələcəkdə belə olun dedim. Ailə qurmağa dedim tələsməyin. Ayaqlarınızın üzərində durun. Bax bu iki ayağın üstündə durma. Elə siz yeriyirsiniz, hələ durmamışsınız. O iki ayağın üstündə və ya oğlanlara nə dedim? İşləyin, çalışın. Nə olur olsun. 10 manat da qazansanız onun 5 manatını ananıza verin. Qoy o ana sevinsin. Başa düşün, bu nə deməkdir? Evladın maaşını ya qazancını ana görəndə ana onu xərcləməyəcək, onu qıraqda saxlayacaq. Balam haçan desə götürün verim qoy müyvər kimi saxlayacaq. Çünki bu gənclər çalışanda görsən ki, məsələn biri ilə görüşür, getdi, hələ gəlir anadan da alır ki, qızı aparıram Gəzməyə. Sahildə restorana. Sənin restorana gedən vaxtıdır. Hələ bir dur. Bu qızı indəndən restorana aparma. Hələ gedin bir, nə bilim, bir kitabxanaya gedin də nə olar? Gedin bir sakit, bir dənə kitab götürün, oturun, oxuyun da. İndikilər oxumur. Telefondadırlar. O biz idik. Gecələr kitab yeyirdik səhərə qədər. Kübra xanım, Sirat körpüsündə kiminlə üzbəüz gəlmək istərdiniz? O dünyada? Bəli. Qızım, Allah qismət eləsə, ora gedəndə Allah qoysun inşallah. Allah necə deyərlər, azacıq ağrı, rahat ölüm versin. O anam deyərdi, anam elə də dünyadan köçdü. Allah rəhmət eləsin. Allah mənə də elə ölüm versin. Ölümün də Allah gözəli. gecindən versin. Yox, Allah bilən məsləhətdir, amma Allah nə məni, nə də heç kimi incitməsin. Bəli. Rahat. O haçan gəldi oradadır, o iplər oradan kəsilir, bizlik deyil. Ora gedəndə vallah, nə deyim, ilk öncə elə biləm məni Rauf qarşılayacaq orada, qardaşlarım qarşılayacaq. Rauf bir gün mənə dedi ki, mama sən hər cuma axşamı bütün ölüləri yada salırsan. Bu mənim anamdan, atamdan, ocağımızdan gəlib. Biz hər 4-cü gün evimizdə gözəl xörək pişiririk. Yəni dədə baba xörəyi. Dolmadı, doğadı, aşdı, ən çox. Ağır xörəklər yəni, ət xörəkləri. Olmasa belə, heç nəyim olmasa su qaynadıb içinə duz ataram. Ancaq mən bütün ölülərimi yada salırım. Öncə imamlarımızı, sonra dünyadan gedənlərimi, tək özümü yox. Xalam, bibim, əmim, onların xanımları, oğlanları, evlatları, hamısını bir duza ataram, adlarını yadıma salıram ki, gözü ocağımda olanların hər 4-cü gün Kübra xanım bunu eləyir. Rauf dedi ki, mama, o Kur'an'ı okudu, tamam çıxdı başa, hətta İmam süfrəsini verdik. Çünki Kur'an'ı ərəb dilində okudu. Oxuya bilirdi, hə, ərəb dilində? 5 dil bilir. Ay Allah. Ərəb dilində okudu Kur'an'ı, çıxdı başa. Orada nə okudusa dedi ki, mama, orada bir yer var. Bu dünyada o qədər də gözəl insan olmur. Elə bir özünü təsvir eləyirdi. Yəni incidir kimisə, o deyir, dünya canını Allaha tapşırır və Rəbbim onu o körpüyə gətirib çatdıranda bir də görür ki, körpüdə bəzəkli belə karetalar durub bunu gözləyir. Deyir, ay, mən hara düşmüşəm? Məni hara bıraxırsınız? Mən o tərəfə. Valla səhv salıblar. Deyir, yox, gəl otur. Sən hər zaman, o oğlum yadımda deyil, hansı imamın adını çəkdi. Sən bu imamın adını çəkib yatmışsan. Süfdə duranda imamların adını çəkmişsən. Bilmirəm də o yadımdan çıxıb neçə il bundan qabaqdır. Onu mənə danışırdı Rauf. Ki, mama, bax, onun bu dünyadan ora gedəndə baxma burada şələşül olub. Amma bu ki təmiz olub. Rəbbimlə düz olub. İndi
insandır da, kim Bəli. kusursuz bir dənə Rəbbimdir, kimin kusuru yoxdur, Eynilə. günahsız insan yoxdur. Yoxdur. Və onu deyirəm, amma belə qarşılayırlar orada. Bax, orada deyir, oxumuşam, bir ayənin harasındasa bu var. İndi qızım, mən də gedəndə mənim çox sevdiyim 4 qardaşım oradadır. Hələ ailə üzvlərimdən deyirəm. Nur üzlü anam, nur üzlü atam, oğlum, Allah yaxınlarıma dəyməsin ilə, Amin. onlar qarşılasın məni. Qarşılayacaqlar məni. Babalarım, nənələrim, heç birini görməmişəm. Gedib orada görəcəm. Mən nənə görməmişəm, baba görməmişəm. Amma gedərəm orada onları görərəm. Allah xeyrisini versin qızım. Mən də bu dünyadan gedəndən sonra məni də yada salsınlar. Xalqım yada salacaq, evlatlarım yada salsın. Qəbrimin üstünə gəlsinlər. Mən gül aparmaram qəbr üstünə. Mən Gəncədə gülab çəkdirirəm. Hər il bir 20 litr gülabım var. Onu həm içərəm, həm istifadə edirəm, həm də anam da elə eləyərdi. Qəbir üstə gedəndə gülabların maşındadır. Gülab da maşındadır. Qəbir üstünə gedəndə deyilir ki, Gülab tökürəm. Qəbirlərin üstündə gülab səpirəm. Onda nə olur? Güllərin 100 dənə, 1000 dənə, 20 kilo gülün suyudur o. Damcı yığılan sudur. Gülab çox, bilirsən o gülü qaynadıb deyil, onu o ağır bir işdir, gülab çəkmək. Gəncədə çəkirlər onu. Gəlib mənim üstümə gülab tökərlər inşallah. Sizə sağlam və uzun ömür arzulayırıq. Təşəkkür edirəm qızım. Hələ biz yenə də görüşəcəyik, arzu eləyirəm. Və əsas odur ki, sağlam yaşayasınız, istədiyiniz kimi yaşayasınız, sevdiklərinizlə yaşayasınız. Mən hər kəsə onu arzulayıram Bəli. ki, hər kəsə Allah sevdikləri ilə yaşamağı nəsib eləsin. Amin. Heç evlatlarından diləklərində olduğu, gördüyü yerdə görsünlər evlatlarını, xeyir bərəkətini görsünlər. Allah millətimi qorusun. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bəli. Şəhid analarına səbr diləyirəm. Qazilərimizə Allah şəfa versin. Allah Ali Baş Komandanımızı başımızdan əskik eləməsin. Birinci xanımımızla bir yerdə. Onların bizim üçün Ali Baş Komandanın etdiyi bu 30 ildə bizim çəkdiyimiz hər yeni ildə, hər Novruz bayramında verilişlər hazırlayırdıq. Hamımız qırıq-qırıq deyirdik. Gələn il Allah qoysa Qarabağda keçirdərik. Amma çox şükür bugünə hər bir yerimiz, hər bir torpağımız müstəqil, bütöv bir Azərbaycanda yaşayırıq. Allah xalqımı darda qoymasın. Çox sağ olun. Bir daha təşəkkürlər. Əziz və dəyərli izləyicilərimiz, bizə baxdığınız üçün sizə sonsuz təşəkkür edirik və gələn həftə yenə də sizinlə birlikdə olmağı arzu edirik. Gələn həftəyə qədər Allaha əmanət olun.